Salam, yaradıcı şəxslərin dünyasında hər birinizi xoş gördük. Sənətsevərləri ekran qarşısına dəvət edirik. Daşlara həyat vermək olar? Bəli, bunu bacaran heykəltaraşlar var. Onlardan biri də Fərman Qasımovdur. Onun işləri özünə məxsusluğu ilə seçilir. Necə? Bunu sujetə baxarkən biləcəksiniz. Bu işlər usta əllərinin bəhrəsidir. Heykəltaraş Fərman Qasımov 15 ilə yaxındır ki, sənət nümunələri yaradır. Öncə rəngkarlıq dərsləri alan Fərman bəy təhsilini Tətbiqi Sənət Fakültəsinin keramika bölməsində davam etdirib. Girdim birinci gündür. Keramika bölümündə emalatxanaya girmişəm. Müəllimdən soruşdum ki, heykəlləri nədən düzəllər, keramika heykəlləri? Göstərdi belə daş kimi bir şeylərdir. Dedi, bundan düzəl. Dedim, bunu necə yonurlar? Dedi, indi göstərəm. Bax, buradan başladı artıq heykələ maraq. Keramika ilə başlayan həvəs kiçik fiqurlar düzəltməklə davam edib. Lakin çox keçmir ki, Fərman bəyin istiqaməti heykəltaraşlığa yönəlir və bu sənət onun diqqətini daha çox cəlb etməyə başlayır. Ömər Eldarovla tanışlıq isə onun gələcək yolunu müəyyənləşdirir. Heykəllərimi götürdüm, Ömər Eldarova göstərdim. Ömər Eldarov o zaman Rəssam Akademiyasını yeni təsis eləmişdi, rektor idi. Göstərdim, dedi, mən heykəltaraşlıq fakültəsində oxumaq istəyirəm. Baxdı, dedi ki, mən səni qəbul eləyərəm, dedi. Plastika var, dedi, sənin işlərində. Heykəltaraş bildirdi ki, mövzu seçimi zamana görə dəyişir və müxtəlif mövzularda işləməyi sevir. Sənət nümunələri arasında naturada görmək olar fəlsəfi fikirli əsərlərdə. Fərman Qasımovun işləri Türkiyədə, Almaniyada, Fransada, Amerikada şəxsi kolleksiyalarda yer alır. Azərbaycanda isə müxtəlif yerlərdə heykəltaraşın işlərinə rast gəlmək mümkündür. Buna Beynəlxalq Muğam Mərkəzini misal göstərmək olar. Qrup halında biz işləmişik o işi. Layihə rəhbəri mən idim o işi. İşlər 80 sm boyunda 30 nəfər bizim görkəmli muğam ustalarının üstləridir, mərmərdən yonulub. Sizin işləriniz hansılarda olacaq? Orada hardasa 4 dənə mənim işim var təxminən. Heykəltaraşın seçdiyi mövzular kimi işə sərf olunan zaman da fərqlidir. İşlər bir neçə saatdan başlayaraq aylarca davam edə bilər. Fərman Qasımov onu da bildirdi ki, sənətdə peşəkar olmaq üçün bir ömür lazımdır. Uğur əldə etmək istəyirsənsə, dayanmadan çalışmaq mütləqdir. Nə olur olsun, ən sadə, primitiv gördüyümüz bir mövzunu elə həll eləmək olar ki, o rəssamın elə bir şairin dili ilə bir şeir yazmaq kimi bir şey olsun. Bu rəssam belə görür. Adi bir məişət mövzusunu elə həll etmək olar ki, artıq rəssamın süzgəcindən, heykəltaraşın süzgəcindən keçib bu hala gəlir. Əl işlərinin hazırlanma prosesindən danışan heykəltaraş bunu həm də əyani olaraq göstərdi. İşə başlamadan öncə gil əzirəm. Gil hazırlayıram. Belə başlayırıq. Sonra karkasını düzəldirsiniz. Karkasını düzəldəndən sonra eskiz edirsiniz kağızda və yaxud da kiçik ölçüdə, plastilində, gillə. Sonra artıq bir fikir sizdə varsa, o fikirə əsasən ölçünü tutursunuz ki, bu ölçüdə mən bu işi görürəm. Hələ ki, fərdi sərgisini keçirməyən heykəltaraş bunun səbəbini də açıqladı. Fərdi sərgi o deməkdir ki, 10 dənə, 20 dənə işin oldu, fərdi sərgi keçirəsən, yəni iş yığını olmasın. Fərdi sərgi bir ideya, konsepsiya qoyursan ortaya ki, mən artıq buyam. Bura qədər, mənim qabiliyyətim bu günə qədər ki, budur. Bugün heykəltaraş düşüncələrindəki obrazları canlandıraraq yaradıcı fəaliyyətinə davam edir. Müasirlik həyatımızı nə qədər bürüsə də,
Özəlliyimizi əks etdirən milli elementlərə ehtiyac duyuruq. Bənzərsiz tar və onun daha bir ustası qonağımızdır. Musiqi sevərləri ekran qarşısına dəvət edirik. Oxu tar, səni kim unutar? Nə qədər ki usta dəlləri var, tar hər zaman oxuyacaq və unudulmayacaq. Bu zənginliyi yaşadan sənətkarlardan biri də Səbuhi Cəfərovdur. Səbuhi müəllim tarı əlinə uşaq yaşlarında alıb. Həyatının bir parçasına çevrilən tarın səsi ilə bu gün də müxtəlif konsert zallarında çıxış edir. Ailəsinin məsləhəti ilə musiqi məktəbinə gedən sənətkar Qubada Asef Zeynallı adlı musiqi məktəbinin filialında təhsil alıb. Sonra tarzən Bakıda təhsilini davam etdirib. Bakı Musiqi Akademiyasına daxil olmuşam. Orada Məmməd Ağa Kərimovun və Vamil Məmmədəlinin sinifində ixtisas və not dərslərindən dərs almışam və oranda fərqlənmə diplomunu bitirmişəm. Hələ tələbə olarkən çoxlu sayda çıxışları olub. 20 ildən çoxdur professional səhnədə olan Səbuhi Cəfərov Xalq Çalğı Alətləri Orkestrinə dəvətindən danışdı. 93-cü ildə Nəriman müəllimin dəvəti ilə mən Səid İslamovuna Xalq Çalğı Alətləri Orkestrinə dəvət oldum və bir ildən sonra isə konsertmeyster vəzifəsinə təyin oldum. O vaxtdan həmin orkestrdə çalışıram. Fəaliyyətim göstərdim bu 20 il ərzində, Hacı Xan Məmmədovun birinci, ikinci konsertlərini, Səid İslamovun konsertini, tarix konsertini, Cahangir Cahangirovun və kiçik formalı əsərləri orkestrlə lentə yazdırmışam. Sənətkar öz yitirmələrinin uğurundan razıdır. Onlar arasında müxtəlif müsabiqələrin mükafatını alan tələbələr var. Hazırda Xalq Çalğı Orkestrində çalışmaqla yanaşı, konservatoriyada və Bakı Musiqi Akademiyasında müəllim kimi fəaliyyət göstərir. Dinlədiyiniz bu ifa Arıların Uçuşu adlanır. Maraqlıdır ki, sürətinə görə Ginnesin rekordlar kitabına düşən əsəri tarzən daha tez, yəni 1 dəqiqəyə ifa edib. Onu da qeyd edək ki, Səbuhi Cəfərov Xatirələr və Alov fantaziyası əsərlərinin ilk ifaçısıdır. Həmçinin tar, kanon və fortepiano triosunun müəllifidir. Tar insanın ürəyinin başında olur daima. Tar insanın ürəyinin başında olduğuna görə daima o insanın ürəyindən gələn hər bir şeyi istər-istəməz barmaqları köçürür. O da istər-istəməz qarşıdakı dinləyicini valeh edir. Səbuhi Cəfərov sənətkara son olaraq gələcək planlarından danışdı. Həm tək tar, fortepiano üçün olan əsərlərin, eyni zamanda bayaqdığım kimi kamera ansamblında olan əsərlərin Allah qoysun inşallah, yəqin ki, yaxın vaxtlarda bunların bir konsertini təşkil etmək planımızda var. Elmi məqalələrin və 5 dərsliyin müəllifi olan Tarzən, tarın yanıqlı səsi ilə insanların mənəvi dünyasına zənginlik qataraq yaradıcı fəaliyyətinə davam edir. Musiqi qədər insanın dünyasına nüfuz edən başqa bir gözəlliyi varsa, o da rəsmlərdir. Növbəti qonağımız rəssamdır. Portret janrında işləməyi çox sevən İntiqam Cəfərov imza atdığı realistik mənzərələri də sizə təqdim edəcək. Rəsmlərin bəziləri onun gördükləri, bəziləri isə öz dünyasının əks etdirdikləridir. Rəssam İntiqam Cəfərov 14 yaşından rənglər aləminin çalarlarını tablolarda əks etdirir. Bu yolda rəssama bir çox sənətkarlar dəstək olub. Hazırlıq vaxtı Murad müəllimdən bəhrələnmişəm. Sonra Rəssamlıq Akademiyasında təhsilimi davam etmişəm. Orada xalq rəssamı Arif Ələsgərovdan bəhrələnmişəm. Sonra Etibar Nəzərov əsas layihə müəllimim olub, ondan bəhrələnmişəm. Məsələn, diplom komissiya sədrimiz olub
Tahir Salahov, yəni diplomumuzu yəni müdafiə eləyibdi, yəni ondan Ömər Eldarov, yəni komissiyamızın sədri olub. Gənc olsa da 9 ildir peşəkar kimi fəaliyyət göstərən rəssam bu illər ərzində nəinki Azərbaycanda, xarici ölkələrdə də önəmli qalibiyyətlər əldə edib. Bununla yanaşı İntiqam Cəfərov Azərbaycanda 2012-ci ilin gənc rəssamı adını alıb. Müxtəlif ölkələrdə keçirilən sərgilərdə iştirak etməklə yanaşı, rəssam 2001-2002-ci illərdə fərdi sərgilərini də keçirib. İşləyəndə məsələn tamam mən sakit olmalıyam ki, o gözəlliyi duyum, hiss eləyim. Yəni ətrafımda heç kim olmasın. Tək qapanım, tək işləyim. Mövzu seçimində heç vaxt çətinlik çəkmədiyini deyən İntiqam Cəfərov rəsmlərində daha çox portret janrına üstünlük verir. Bu tablolar arasında Dərdli Qadın və Sübün Səfiri filmindən tanış olan balaca qız diqqət çəkirdi. Sübün Səfiri filmin çəkilişlərində orada belə balaca bir aktrisa var idi. O nəsə cəlb etdi məni. Bir qadının, zəhmətkeş qadının simasında yəni o dərdi göstərməyə çalışmışam. Hardasa biraz çarəsizliyi göstərməyə çalışmışam. Görünür film mövzusu rəssamın daim diqqətini çəkir. Axı o da çəkiliş meydanının həyəcanını öz üzərində yaşayıb. İntiqam Cəfərov yeni lentə alınan Mahmud və Məryəm filmində dəmirçi rolunu ifa edib. Bəzi rəsmlər sadəcə bir şəxsin, hadisənin əksi deyil. Fırça ustası deyir ki, tablolarda rənglərin dili ilə düşüncələrini izah etməyə çalışır. Rəssamın əlaqə əsərini buna misal göstərmək olar. Bu işi mən 2009-cu ildə işləmişəm. İşin adı Əlaqədir. Yəni işdə əsas məqsədim görsəndiyi kimi fonda dünya xəritəsini vermişəm. Yəni bütün dünya bir ağacdan, yəni qol budaqlanır və yaranır. Çalışmışam əlaqəni göstərim, amma yəni bayaq qeyd elədim, yəni çox təəssüf ki, yəni dünya ölkələr arasında yəni belə bir barışıq hələ ki yoxdur. Yəni bu işim Türkiyədə birinci yerə layiq görülüb, yağlı boya texnikasında. Onu da qeyd edək ki, Azərbaycan 21-ci əsrə istedadları ilə adlı kitabda İntiqam Cəfərovun yaradıcılığı və həyatı haqqında məlumat dərc olunub. Müxtəlif kataloqlarda rəssamın rəsmlərini görmək mümkündür. Yaradıcı fəaliyyətinə davam edən rəssamın ən böyük arzusu Qarabağ torpağının işğaldan azad olmasıdır. İntiqam Cəfərov ən yaxşı əsərlərini anadan olduğu Qubadlı torpağının tərənnümünə həsr etmək istəyir. Söz yenə də musiqinindir. Dövlət Şah Filarmoniyasının rəhbəri Cahangir Zülfüqarov qonağımız oldu. Saflıq və məsumluq rəmzi olan uşaqlarla işləməyin asan və çətin tərəfləri haqqında sənətkar danışdı. Musiqiçi ailəsində dünyaya göz açan əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov ömrünü Azərbaycan mədəniyyətinin zənginləşməsinə, musiqiyə həsr edən sənətkarlar sırasındadır. Mən çox xoşbəxt insanam ki, bəstəkar Oktay Zülfüqarovun ailəsində dünyaya göz açmışam. Bizim ailədə hər zaman yaradıcı mühit olub. Evimizə bir çox sənətkarlar gəlirdi. Uşaq yaşlarımdan musiqinin sehrinə düşmüşəm və hansı peşədə olacağım haqqında tərəddüd etməmişəm. Bəstəkar olmağa qərar verdim. Beləliklə notların ahəngli səsini arxa-arxaya düzərək musiqilər bəst eləməyə başladım. Ətrafında hər zaman yaradıcı şəxslər olan sənətkarın özünü bəxtəvər hesab etməsi təsadüfi deyil. Bəstəkar Bülbül adına musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında Cövdət Hacıyevin kursunda təhsil alıb.
Cahangir Zülfüqarov bildirdi ki, peşəkar bəstəkar hər janrda işləməyi bacarmalıdır. Müsahibimizin müxtəlif janrlı bəstələrinə həm filmlərdə, həm də teatr tamaşalarında rast gəlmək mümkündür. Я там где-то с 86 года. 1986-cı ildən bu günə qədər Azərbaycan Dövlət Kukla Teatrında musiqilər bəstələyirəm. Tamaşaçılar üçün musiqilər yazmağı sevirəm. Bu mənim üçün hər zaman maraqlı olub. Yalnız bu teatrda deyil, müxtəlif teatrlarda tamaşalar üçün musiqilər bəstələmişəm. Eyni zamanda həm bədii, həm də sənədli filmlərdə bəstələrim səslənib. Düşünürəm ki, əgər bəstəkar peşəkardırsa, istənilən janrda işləməyi bacarmalıdır. Cahangir bəyi daha çox cəlb edən uşaqlardır. Hazırda Uşaq Filarmoniyasının rəhbəri olan bəstəkar bildirdi ki, burada 4-15 yaş arası uşaqlar təhsil alır. Onlar rəqs, rəsm kurslarında, musiqi dərslərində iştirak edir. Sənətkar onu da qeyd etdi ki, istedadsız uşaq yoxdur. Sadəcə öz bacarıqlarından xəbərsiz uşaqlar var. Onları da üzə çıxarmaq lazımdır. Для детей Evimizdə hər zaman uşaqlar olub. Hiss edirdim ki, məni də uşaqlara çəkən nəsə var. Uşaqlar məsumdur, təmizdir. Onlar üçün yazmaq, onlarla işləmək 2 qat çətindir. Buna baxmayaraq uşaqlarla böyük zövqlə çalışıram. Bəzən balacalar bizə elə ideyalar verirlər ki, sanki biz yox, onlar bizə öyrədirlər. Biz onlardan yaşamağı öyrənirik. Ədalətli və təmiz yaşamağı. Onu da qeyd edək ki, tamaşalarda, filmlərdə musiqilərini eşitdiyimiz, lakin görmədiyimiz bəstəkarı filmə də dəvət ediblər. Еще одна мечта у меня была. Bəlkə də izləyicilər filmlərə baxarkən oradakı musiqilərə diqqət etmir. Amma bizim diqqətimizdən yayına bilməz. Filmlərə musiqilər bəstələmişəm, lakin aktyor kimi də eksotik rollarda çıxış etmək istəyirdim. Bu mənə qismət oldu. Dəvət alarkən öncə bəstəkar obrazında olacağımı düşünmüşdüm. Amma belə olmadı. Bugünün musiqi meyarından danışan Cahangir Zülfüqarov bildirdi ki, çox zaman bəstələr kəpənək ömrü kimi bir gün yaşayır. Sonra yada düşmür. Lakin Tofiq Quliyev, Qara Qarayev, Cövdət Hacıyev kimi bəstəkarlar ölməz əsərlərində hər zaman yaşayacaq. Sənətkar onu da qeyd etdi ki, yaradıcı insan onu əhatə edən hər şeyi görməlidir və hər şeydən, təbiətdən, hətta adi bir çiçəkdən, yaxşı musiqidən ilham almağı bacarmalıdır. Ən əsası insanları sevməlidir. Həyat davam edir. Çalışacağam ki, bəstələrimlə insanlara xoşbəxtlik bəxş edim. Стараться я буду. İntibahın məşhur nümayəndəsi Auguste Renoir maraqlıdır ki, rəssamın həm də gözəl səsi olub və bir müddət kilsə xorunda da ifa edib. Amma bu səs sahibinin əsərləri qədər gözəl ola bilməzdi. Çünki Renoir bütün sevgisini, mənəvi və fiziki gücünü rəssamlığa verib. Ömrünün sonunda sənətkarın başına gələnlər bunu bir daha sübut edir. Renk fırça palitra. Demək rəssamsan. Bəli, rəssamam. Adın? Auguste. Familiən Renoir, elə mi? Yox, monsieur. Auguste Kraus. Renoir isə məşhur fransız impressionistidir. Ha, bunu da bilirsən. Monsieur. Renoir'ı məşhur edən onun kübar qadın portretləridir. Çünki tablosu önündə əsilzadələri görmək hər kəsə nəsib olmurdu. Auguste Renoir Paris aristokratlarının diqqətini cəlb edən ilk impressionist idi. Ümumiyyətlə, impressionizm termini Renoir və onun kimi inqilabçıların reallıqdan uzaq rəsmlərinə görə qazandıqları ləqəbdir. 19-cu əsrin ortalarında fantaziyalarını tabloya köçürən bu cür rəssamları ironiya ilə xəyalpərəst adlandırırdılar. Əlbəttə, bu mədəni təhqir Renoir'ın xoşuna gəlmirdi, amma tezliklə impressionist damğası böyük bir cərəyanın adına çevrildi.
Çini qablar emalxanasına işə düzəltdilər 13 yaşında ikən və orada bilirsiniz ki, Fransa Çini qabları çox məşhurdur, Sevr farforu çox məşhurdur və o klassik üsulda qəşəng şəkillər çəkirdi onun üzərində, yaxşı da qazanırdı. Və eyni zamanda axşamlar o təsviri sənətlə bağlı təhsil alırdı. Avaralar arasında rəqs edən Esmeralda onun ilk əsərlərindəndir. Tablonu sərgi salonuna qəbul etsələr də, rəssam əsəri geri götürəndə naməlum səbəblərdən onu məhv edir. Sonralar Fontainebleau meşəsində Jules Decker əsərini çəkir. Qurbağa gölü, Yaz Cələngi, Çətirlə Liza, Ovçu Diana və s. rəsmlər Renoir'ın həm də təbiət vurğunu olduğunu göstərir. O vaxtı dəbdə olan fransız rəssamların əsərlərindən və həm də başqa ölkələrin, Avropa rəssamlarının əsərlərinə, Flamanda rəssamlarının, sonra İspaniya rəssamlarının əsərlərindən nümunə götürüldü. Amma o vaxt artıq onun sevimli janrları yaranmışdı. Onun sevimli janrları mənzərələr və ömrün axırına kimi bu həvəs gedibdir. Bir də qadın portretləri. Renoir loja və rəqqasə rəsmlərini ilk sərgilərindən birində nümayiş etdirib. Kasıb olmasına baxmayaraq məhz bu dönəmdə Renoir əsl şedevrlərini yaradıb. Onun böyük bulvar gəzintisi, yerləncəklər, ilk çıxış, hündür otlar arasında yol və s. əsərləri bu dövrə aiddir. Portretləri arasında isə aktrisa Janna Samaranın rəsmi, xanım Şerpantiye uşaqları ilə birgə əsərləri məşhurdur. Sözgedən kübar portretlər məhz bunlardır. İtaliyada olarkən Renoir intibahın klassikləri ilə tanış olur və bədii zövqü dəyişir və yeni əsərlərində impressionizmə xas olmayan yeni ştrixlər əmələ gəlir. Renoir'ın Royal arxasındakı qız əsəri çox məşhurdur. Onu 1892-ci ildəki sərgidə dövlət məmurları çox bəyənib. Əsər Lüksemburq muzeyinə aparılıb. 90-cı illərdə Renoir bir sıra natürmortları qələmə alır. də anadan olub, amma evlənib 1890-da, səhv eləmirəmsə 49 yaş edir. 49 yaşında və onun 3 övladı vardı. 3 övladı vardı və onlardan biri çox məşhurdur. Claude Renoir, məşhur rejissor Coco, yəqin eşitmisiniz. Həmin Coco Auguste Renoir'ın oğludur, övladıdır və onun ən sevimli modellərindən biri də elə oğlu Coco idi. Revmatizm xəstəliyindən əziyyət çəkən Renoir üçün Parisdə yaşamaq çətin idi. 1903-cü ildə o şəhərdən köçür, amma xəstəlik Renoir'ı yenidən tapır. İflic olan rəssam 1912-ci ildən yatağa düşür, amma fırçanı əlindən yerə qoymur. Ömrünün axırlarında o çox əziyyətlə çəkirdi, paraliç, iflic vəziyyətində idi və onun yanında dayı vardı, ona qulluq edən bir adam, Şəfqət bacısı onun barmaqları arasına bağlayırdı. Fırçanı ki, o çəksin. Son illərində Renoir həqiqi rəğbət qazanır. 1917-ci ildə Çətirləri nümayişə çıxarılır. 19-cu ildə isə vəfat edir. İflic olarkən rəssama əlinin hərəkəti belə güclü əzab verirdi. Amma yataq həyatına, ağrılara rəğmən o rəsm çəkirdi. Renoir düşünürdü, ağrılar keçib gedəcək, gözəllik isə həmişə yaşayır. Növbəti həftədə bizi gözləməyi və izləməyi unutmayın. Çünki biz sənətkarın izi ilə gedirik. Hələlik.